2000'in avtomobili 262 min gedib, amma ola bilsin ki milyonu keçib. Çünki mən 2-3 ildir sürürəm, 100 minə yaxın mən sürmüşüm. 500 min kilometre yol eləyib bu. Mən ama bunu 150 ilə almışam, 150 min prospektdən almışam. Sonra yatmışam deyiblər 500 min yol eləyib bu. Onlar belə aydınlaşdırırlar da. Valla alanda 180 minlə almışdım. Başqa bir usta vardı, ona göstərmişdim şərti. İndicə gətirdim, göstərdim, opşi diagnostika elətdirdim. Əslində 350 min gedibdi. Yəni xəbərim yox idi. Ustaların sözlərinə görə avtomobillərin kilometrajını azaltmağın bir neçə üsulu var. Bunları bütün avtomobillərdə etmək mümkündür. İlləri götürsək ki, 95-ci ildən aşağı olan sayğacı roliklə olanları iynə ilə çəkirlər, amma ki elektronların hamısını cihazlar lövhəsini çıxardaraq çəkirlər. Kilometrajı geriyə çəkilmiş avtomobili müəyyən etməyin də bir neçə üsulu var. Əsasən də Alman avtomobillərində bunu müşahidə aşkar eləmək olur ki, bu nə qədər yol gedibdir. Diagnostika vasitəsilə eləmək olur. Amma ki, götürsək ki, Yapon maşınlarında, Amerikan maşınlarında bunları bilmək mümkün deyil. Ancaq hər kəs öz ustasına yaxınlaşaraq həmin avtomobilin üzərində olan kilometrajı avtomobili qaldıraraq həm altından, həm sürətlər qutusundan, həm də ki mühərriyinə baxmanı, həm də ki sükandan da bilmək olur ki, bu avtomobil nə qədər yol edibdir. Bu hal ölkəmizdə geniş yayılıb və gətirilən əksər işlənmiş avtomobillərin kilometrajı geri çəkilərək bazara çıxardılır. Bu avtomobil mən sükanına baxıram ki, həddən artıq çox özünüz görürsünüz, yeyilib. Basiliyyə oturacağına baxıram, görürsünüz. Oturacağına baxıram ki, tamamilə sıradan çıxıbdır. Mən bu avtomobilə deyirəm ki, ən azından 400-450 min kilometr yol gedir. Əslində hal-hazırda 181 min 160 göstərir. Bəli, bu avtomobildə sayğac geri çəkilibdir. Bunu edən usta və yaxud etdirən şəxs Cinayət Məcəlləsinin 200, istehlakçıları aldatma maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda həmin şəxs və yaxud şəxslərə 3000 manatdan 5000 manata dək cərimə və ictimai işlərə cəlb olunma. 500 manatdan artıq olduqda isə 5000 manatdan 7000 manata dək cərimə və 6 ay azadlıqdan məhrum etmə cəzası verilə bilər.